Bu videoda az hərəkətli xəstənin yataqda necə qidalandırılmasını göstərəcəyik. Bunun üçün xüsusi funksional çarpayıdan istifadə edilməsi məsləhətdir. Əgər belə çarpayı yoxdursa, tutacaqlar əvəzinə əlavə yastıqlar və yorğandan istifadə etmək olar. Xəstənin kürək nahiyəsinə və dizlərinin altına yastıq qoyuruq ki, aşağı sürüşməsin. Lazımlı sayda yastıq olmadıqda dəsmallardan və yorğandan istifadə etmək olar. Yeməyə başlamazdan əvvəl mütləq əllər sabunla yuyulmalıdır. Əgər bu mümkün deyilsə, onda əllər nəm salfetlə silinir. Xəstənin yaxasına dəsmal və ya önlük salırıq. Əvvəlcədən hazırlanmış yemək masasını xəstəyə elə yaxınlaşdırırıq ki, həm xəstəyə, həm də özümüzə rahat olsun. Yeməyin temperaturu nə isti, nə də soyuq olmamalıdır. Qaşığı tam doldurmaq lazım deyil. Qaşığı ağza yaxınlaşdırdıqda alt dodağa toxundurun ki, ağız reflektor olaraq açılsın. Hər dəfə ağza qoyulan qidanın tam çeynənilməsinə və udulmasına nəzarət etmək lazımdır. Ağzı qaşıqla silmək olmaz. Adi və ya nəm salfetlə silmək lazımdır. Yeməyi qurtardıqdan sonra xəstənin ağzı silinir və ona içməyə biraz su verilir. Yoxlayıb əmin olun ki, xəstənin ağzında qida qalığı qalmayıb. Xəstə 20-30 dəqiqə həmin oturaq vəziyyətdə saxlanılır, daha sonra istədiyi rahat vəziyyətə gətirilir.